Bismillah. Değerli dostlar, salam aleykum. İnşallah ki, bu günlər mən sizlə metallardan danışacağam. Daha doğrusu, əsas yarımqrup elementlərindən danışacağam. Keçirik dostlar, üçüncü qrupun əsas yarımqrup elementlərinə. Buna bor yarımqrupu da deyirlər. Bura nə aiddir? Bordur, alüminiumdur, qalyumdur, indiumdur və talyum elementləri daxildir. Bunların xarici elektron təbəqəsində 3 dənə elektron var. Yəni, valent elektronları 3 dənədir. Elektron formulları NS2, NP1 şəklindədir. Bunlarda sadəcə bor qeyri-metaldır, qalanları hamısı metallardır. Baş oksidləri R2O3 tipli oksidləri var. Sonra bunların əsasları deməli XOH3 şəklində bir əsas əmələ gətirirlər. Borun maddəsinin, borun deməli dırnaqarası deyim, əsasını bu şəkildə göstərmək olar. Təbii ki, bor bir qeyri-metaldır. Qeyri-metalın da OH-la birləşməsi əsas adlandırmaq olmaz. Ona görə bunu bu şəkildə ən çox istifadə edirlər. Borat turşusu da deyirlər buna. Dəyərli dostlar, deməli başlayaq alüminiumun özündən. Bor yarımqrupunun ən möhtəşəm elementi alüminium. Dövr sistemi cədvəlində mövqeyinə gəlincə. Dəyərli dostlar, alüminiumun elektron sonluğu 3s2, 3p1 şəklindədir. Yəni, bu 3-cü dövrün və 3-cü qrupun əsas yarımqrup elementidir. Birləşmələri sabit 3 valentli və müsbət oksijen dərəcəsi göstərən bir elementdir. Təbiətdə necə tapılır? Yalnız və yalnız birləşmə şəklində tapılır. Deməli, alüminium oksid, korund, sonra bir də boksit mineralı var. Yəni, alüminium oksidin N dənə su ilə deməli, qarışıqdır. Qarışıq deməyim də bir birləşməsidir. Buna necə ala bilərlər? Dostlar, sənayedə bunu almaq üçün biz nə edəcəyik? Bunun ərintisinin elektrolizini tətbiq edəcəyik. Təbii ki, burada biz bu maddə nisbətən yüksək temperaturda əridiyinə görə biz burada ərimə temperaturunu aşağı salmaq üçün bəzi qatqılar da qata bilərik. Məsələn, dostlar, kriolit tətbiq edə bilərik. Deməli, bu ərintinin elektrolizi zamanında buradan alınacaq alüminium və oksigen alınacaq. Görürsünüzmü? Tərtəmiz alüminium aldıq. Həmçinin Wöhler üsulu ilə də alüminium ala bilərik. Bu arada Wöhler üsulu hal-hazırda tətbiq olunmur. Havasız mühitdə biz nə edəcəyik dostlar? Kaliumdan alüminium xloridi reaksiya aparacaq və buradan alınacaq kalium xlorid, üstə gəlim alüminium. Bu arada bir şey deyim. Alüminium təzə-təzə kəşf olunanda onun qiyməti qızılın qiymətindən daha baha idi. Çünki alüminiumu hələm-hələm ala bilmirdilər, az tapmışdılar, elə bildilər yer kürəsində azdır və deyirlər, baxın, qəşəng, yüngül bir elementdir. Gümüşə də oxşayır qıraqdan, çox əladır, elektrik zadı əla keçirir. Bir şey ki azdır, ona əməli başlı bir qiymət də təyin edirlər. Sonra gördülər, yox, bunu daha rahat almaq olurmuş və yer kürəsində də çox geniş yayılmış bir elementi imiş. Biraz ona elə hörmətdən düşdü dırnaqarası. Bunun fiziki xassələrinə gəlincə, alüminium gümüşü ağ rəngli bir metaldır, yüngüldür və asan əriyəndir. Çox plastik bir metaldır. Elektriki əla keçirir. Sadəcə olaraq deməli bəzi elementlərdən, yəni 3 dənə elementlərdən geri qalır. 4-cü yerdədir belə deyək. Və ona görə də bundan elektrik naqillərinin çəkilməsi üçün həmçinin bundan da istifadə eləmək olar. Kimyəvi göstəricilərinə gəlincə, bu amfoter metaldır. Hidrojenlə reaksiya daxil olmayacaq. Alüminium havada oksidləşdir və üstü oksid təbəqəsindən örtülü olur. Yəni, baxın, belə bir şey alınır. Alüminium 2O3 və üstü oksid təbəqəsindən örtülü olduğuna görə bu nə edəcək? Normalda su ilə reaksiya daxil olmayacaq və yaxud da soyuq halda olan bəzi turşularla, qatı nitrat və qatı sulfat turşu ilə reaksiya daxil olmayacaq. Amma biz alüminiumun səthin əgər civə duzları ilə sürtəriksə, bu zaman nə baş verəcək? Bu zaman alüminium səthi həmin o oksid təbəqəsindən azad olunacaq. Əslində, mahiyyət nədir? Alüminium civə xloriddə alınacaq alüminium xlorid və alınacaq buradan civə. Və əmələ gələn bu civədə həmin o alüminiumu, sətdə olan alüminiumu həll eləyəcək. Və dostlar, tərtəmiz bir alüminium səth əmələ gələcək və buna deyəcək biz amalqama. Alüminium amalqaması özünü sanki bir aktiv metal kimi aparacaq. Təsəvvür edin, su ilə adi şəraitdə reaksiya girəcək və əmələ gələcək əsas və hidrogen. Fikir verin, digər orta aktiv metallar oksid və hidrogen əmələ gətirirdi. Qızdıranda əmələ gətirirdi. Amma bu ise amalqama adi şəraitdə əmələ gətirdi və görürsünüz əsas və hidrogen əmələ gətirdi. Dahası, dostlar, deməli, alüminiumun qeyri-metalların reaksiyası, təbii ki, oksigen reaksiyasından alüminium 2O3 alınırdı. Sonra alüminiumun karbonla reaksiyasından alüminium karbid əmələ gəlir, dəyərli dostlar.
Alüminium karbid də nədir? Alüminium 4, karbon 3. Xlorun reaksiyasından alüminium xlorid əmələ gəlir. Alüminium xlorid kükürdü reaksiyasından alüminium 3, daha doğrusu alüminium 2, S3 əmələ gəlir. Bromla reaksiyasından alüminium bromid. Azotla alüminium N adlı görüşümlü nitrid əmələ gətirir. Mürəkkəb maddələrin reaksiyasına gəlincə, deməli, alüminium bir çox metalları onların oksidlərindən reduksiya eləyə bilir. Məsələn, baxın, xromla reaksiyadan alınır alüminium 2O3, üstünə gələn xrom. Bu şəkildə. Bundan istifadə edirlər alüminotermiya metodunda. Dahası, alüminium əgər dəmir yanığı ilə toz şəklində bir-birinə qarışdırsaq, bu qarışıq adlanır termit. Və buna, belə deyək, biraz temperatur versək, burada qəşəng bir şiddətlə reaksiya daxil olacaq. Alüminium oksid və ferium əmələ gələcək. Buna deyirlər termit qaynağı. Bu reaksiyada nədə istifadə olunur? Dəmir yolu reyslərini bir-birinə qaynaq eləyib yapışdırmaq üçün istifadə olunur. Həmin o termit qaynağını tökürlər dəmir yolu reyslərinin üstünə və yandırırlar onu. O qədər güclü temperatur alınır ki, bu qarışığın içindəki dəmir əriyir və o reysləri bir-birinə yapışdırır. Gələk, dostlar, alüminium özü deməli amfoter metal olduğundan bu həm qələvilərlə, həm də ki, turşuların reaksiyasından hidrogen ayıra bilir. Baxın, birinci reaksiyamızdan alüminium xlor 3, üstünə gələm H2. İkinci reaksiyamızdan da nə alınacaq dostlar? Bayaqlar bu reaksiyanı demişdik. Aktiv metalların izahında natrium alüminium O2 və alınacaq buradan bir də H2. Sonra dahası, bu adi şəraitdə qat sulfat turşusuna və ya qat nitrat turşusuna reaksiya girmir. Yəni, passivləşir. Amma elə ki, qızdırılacaqsa, reaksiya möhtəşəm bir şəkildə baş verəcək. Və nə alınacaq dostlar? Deməli, gəlin bu reaksiyaları yazaq. Alüminium, üstünə gələm H2SO4. Təbii ki, mən qatısından söhbət edirəm. Qatı. Buradan alınacaq alüminium sulfat, yəni alüminium 2, SO4 3 dəfə. Üzərinə gəlirəm H2O və alınır. Dostlar, temperatur və turşunun duruluq dərəcəsindən asılı olaraq bir neçə məhsul alına bilər. Yəni, SO2 də alına bilər, nə bilim, S alına bilər, H2S alına bilər. Alüminium 3 dənə metaldan biridir. Hansı ki, onlar maqnezium, alüminium, sink 3 metaldan biri idi bu alüminiumda. Buradan da ona görə hər cür məhsul alına bilər. Mən SO2 yazıram da, amma başqa cür məhsullar da alına bilər. Dahası, alüminium nitrat turşusu ilə reaksiyada. Yenə də, əgər qatı nitrat turşususa, H2 reaksiya daxil olmayacaq. Deməli, yalnız qızdıranda reaksiya daxil olacaq və nə əmələ gətirəcək buradan da. Buradan alınacaq alüminium nitrat, alüminium NO3, deməli 3 dəfə, üstünə gələm H2O və alınacaq, nə alınacaq buradan da NO alınacaq. Əgər duru nitrat turşusu olsaydı, dəyərli dostlar, buradan da turşunun duruluq dərəcəsi və temperaturuna asılı olaraq N2O da alına bilər, N2 də alına bilər, NH3 da alına bilər. Dostlar, alüminium harada tətbiq olunacaq? Çox yüngüldür. Ona görə bunu müxtəlif ərintilərdir. Məsələn, deməli, alüminium silisiumun ərintisində bunu tətbiq edəcəklər və yaxud da bu ərintilərdən biz istifadə edəcəyik təyyarə, raket, nə bilim, maşın hissələri hazırlayacaq. Alüminium həmçinin elektrik naqilləri hazırlayacaqlar. Yəni, elektrik xətləri çəkilməsində istifadə olunur. Çox yüngüldür deyə. Sonra, deməli, alüminiumu eyni zamanda qoruyucu örtü kimi də istifadə edəcəklər. Deməli, alitivləşmə falan deyə bir şeylər var idi. Orada tətbiq edəcəklər. Dostlar, alüminium oksiddən də bir balaca sizə məlumat verim. Alüminium oksid suda həll olmayan bərk maddədir. Suda bir həlməşik, bir kütlə halına çevriləcək. Daha çox paslananda falan olanda. Paslamaq deməyim də, belə deyək də, korroziyası zamanı. Deməli, bu amfoter xassəli oksid. Ümumiyyətlə, alüminiumun özü də oksiddə, hidroksidi amfoter xassəli maddələrdir. Bu nə deməkdir? Bu, onun həm turşularla, həm də əsaslarla reaksiya daxil olacağı anlamına gəlir. Yəni, baxın, buradan alınacaq, deməli, alüminium xlor 3, üstünə gələm H2O. Həmçinin əsasla da reaksiya daxil olur. Amma suda həll olan əsaslar, yəni qələvlərlə reaksiya daxil olur. Buradan alınacaq natrium alüminium O2, üzərinə gələm H2O. Hər iki halda gördüyünüz kimi duz və su alındı. Alüminium hidroksid, bu da həmçinin suda həll olan bərk maddədir və deməli, dostlar, bu da həmçinin amfoter xassəli maddədir. Deməli, necə almaq olar? Alüminiumun duzlarına, təbii ki, söhbət həll olan duzlarından gedir, qələvlərlə təsir edəcəkdir. Buradan alüminiumla natrium yer dəyişiləcək, alınacaq natrium xlorid və alüminium OH3 dəfə.
Dahası, deməli, bu da həmçinin demişdik ki, amfoter xassələrdir. Həm turşu ilə, həm qələvi ilə reaksiyalaşıb olub. Deməli, duzla su əmələ gətirə bilər. Yəni, alüminium sulfat, alüminium 2 SO4 3 dəfə, üstünə gəlirəm H2O. Alüminiumdan hidrogenin yerini dəyişdim. Həmçinin burada da deməli alınır natrium, alüminium O2, üzərinə gəlirəm H2O. Dostlar, alüminium iyonunun təyini. Qələvin təsirindən alüminium iyonu ağ, xəlməşəyə bənzər çöküntü əmələ gətirir. Baxın, qələvi ilə alüminium xlorin reaksiyasından alüminium OH3 çöküntüsü alınır. Bu çöküntü əgər qələvi çox olacaqsa, o qələvinin artığında da həll olacaq. Yəni, reaksiya bu şəkildə edəcək. Fikir verin, bu artıq alınan bu kompleks birləşmə çöküntü deyil artıq. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər. Bizim əsas yarım qrup metallar da burada sona çatdı.